Qəfil buradan durub cümlə üstünə. Burada 4 dənə dişi batıbdır. Bu hissədə caynaqların izidir. Burada da yenə diş izidir. Çaqqal kənd sakininə hücum etdi, 56 yaşlı kişi xəsarət aldı. Hadisə Oğuz rayonunun Xalxalqışlaq kəndində baş verib. Kənd sakini Nakan Muradov evə qayıdan zaman ona çaqqal hücum edib və sol ayağını dişləyib. Canını qurtarmağa çalışan Nakan Muradovun köməyinə həmkəndliləri yetişib. Onlar kişini yalnız yırtıcı heyvanı öldürərək xilas edə biliblər. Axşam qaşqaralanda gəlirdim kəndə aşağı. Gördüm ki, qapının ağzında, başqa kimisi qapısının ağzına keçəndə, başqa adam qapısının ağzına keçəndə, qapının ağzından. Elə qəfil oturduğu yerdən bir hücum edir. Oradan da gəldi üstümə, ayağımı dişlədi. Burada yıxmışam yerə. Ayağımı tutanmasa, başını da vurmuşam daşa, bir neçə dəfə. Kömək də gəlib vurub, tullamışaq kənara. Kənd sakinlərinin sözlərinə görə rayon ərazisində oxşar hadisə bu həftə ərzində 3-cü dəfədir təkrarlanır. Vəhşi heyvanların əlindən, sonra sahibsiz itlərin əlindən doğrudan çətindir. Uşaqlar, nədən var məsələn mənim balaca mağazaya göndərəsi oluruq, qorxuruq inan ki. Dərhal Oğuz rayon xəstəxanasına çatdırılan yaralıya quduzluq əleyhinə peyvənd vurulub və müvafiq tibbi yardım göstərilib. O 4 gün ardıcıl müalicə olunmaq şərti ilə evə buraxılıb.